Structure code. Tamam. Ders getirelim. Ha, yani tam neydi? Tamam. Birinci ekran. Ekran geldi. Gəl. Okey, əla. OBS qeydi, keçən səfər kimi səs qeydi. Okey, heç bir problem yoxdur. Tamamdır. Siz taskınızı eləmisiniz? Yox, açıq vaxt olmayıb. İşlər çox olub. 2-3 dənə sifariş götürmüşəm deyə. Tamam. Amma Gördüm. Heç bir problem yox. çalışacağam edeyim. Tamam, heç bir problem yoxdur. Ajanları gördüm, çox gözəl düzəltmişsiniz. Çox Əllərinizə sağlıq. sağ Allah ol. başlayaq. Sizə tövsiyəm bir söz nə edərsiniz? Hı. Animasiya hissəsini sizin düzəltdiyiniz karakterlə eləyək. Olar, problem deyil. Həm sizin düzəltdiyiniz model olar, həm də ya oyunda necə, oyun motorunda tema necə olduğunu başa düşərsiniz. Hələ. Okay. İndi bir dəqiqə. Biz keçən səfər landscape dərsini keçmişdik. Yəni landscape-də material, boyama məsələsini keçmişdik. Ya o haqqda infonuz, datanız var da, Ece? Yəni məlumatınız var da. Var, bəli. Biz Qarağı- zamanında sonra yarımçıq qaldı elə. Bir dedik o bir dərs keçərik. Aha. Çünki şeydir, digər şeylər, məsələn, landscape boyama falan filan biraz daha qarışıq idi deyə ona görə də digər dərsi saxladım. Geçen sefer landscape'i geçmiştim. Ha, bir saniye. Map. Bir saniye, biz map klasörü yaratmamışıq. Ha, level. Landscape. Okay. Keçən səfər belə bir landscape yaratmışdık ama ben buraları bir adam edeyim. Çünkü böyle çok saçma duracaq. Biz landscape'e bir şey vurmaya çalışanda. Səs yazılır alarda, yoxsa yox? Aha, sesimiz yazılır. Hə. Okay. Ses de yazılır. Yani page bağlayayım. Normalde hide olur. Ben ekrana bağladım. Sorry. Misal olarak hadi diyeyim buralar desert. Bu buralar misal rock olsun her iki de şeyler elemek için. Okay. Ben sculpting'den de bunları flatteneyek. Tamam. Sağ olaraq hadi diyeyim bir landscape'imiz var, landşaftımız var. Bugünkü dərsdə landşafta foliage və yaxud deyirlər ağac, daş və digər şeyləri əlavə eləmək və landşaftımızda təbiət ortamını yaratmaq funksiyasını öyrədəcəm. Hal-hazırda keçən səfər biz hansı funksiyalarını öyrənmişdik? Selection mode, landscape mode, artıq foliage moduna keçəcəyik. Foliage moduna keçmək üçün Shift 3 düyməsinə basanda avtomatik olaraq moda keçir. Shift 3-ə basanda avtomatik olaraq bura keçir. Fikir versəniz burada Paint moduna bənzər funksiyalar var. Misal olaraq Paint, Reapply, Single, Fill, Insert, Remove və digər funksiyalar. Fikir versəniz bu hal-hazırda boşdur və burada heç bir şey yoxdur. İlk olaraq gəlin biz bir dənə foliage aktor yaradaq. Foliage aktoru necə yarada bilirik? İlk olaraq bizə bir dənə static mesh lazımdır və skeletal mesh lazımdır ki,
Ya bir aset lazımdır kısaca. Bunu da necə çəkəcəyik? İlk olaraq bizdə hal-hazırda istifadə edə biləcəyimiz aset yoxdur deyə faba gedirik. Hı. Fabdan pack çəkirik. Pack yoxsa hə, pack də Paket Forex. çəkirik də. Yəni fərqi yoxdur. Yəni istədiyiniz kimi bir 3 pack falan filan, yəni istədiyiniz kimi Aha. çəkə bilərsiniz. Speed 3 necədir ümumiyyətlə? O oyunlarda fikir vermişəm, Speed 3-dən istifadə olunur. Hansı? Speed 3. O hansıdır? Hətta oyunlar şey olanda, nədir, başlayanda o Speed 3-in loqotipi də çıxır. Speed 3 bir dənə yazanda çıxır, buradan baxarsınız. Speed yəni sürət, 3 ağac. Speed 3 Maraqlıdır. dəqiqə. Onu hansı oyunda görmüsünüz? Çox oyunda var o, Speed 3-dən çox istifadə olunur. Unreal-la işləyir bərabər. Bir də YouTube-da baxın, görün. Bir dənə baxaq. Həqiqi maraqlı gəldi. Böyük ehtimal Unreal-ın pulsuz paylaşdığı GUI-XL 3-ni deyirsiniz. Bir dənə ona baxaq. Həqiqi maraqlı gəldi. Bir dənə baxaq. Ya adı elə deyil. Speed 3 bitişi yazılır. Deyib, bu loqotip də budur. Dəstəkasını açarım oldu. İkinci var elə. Necə? 21:30-da falan ilə bağlanacaq. Necə? Belə ikinci var, bax, o. Baxaq görək, If maraqlı you don't gəldi. know how to make chords, this is it. Congratulations. 5.4 versiyasında gəlmiş bir funksiya. Yox, çoxdandan var məncə bu. Həqiqi. Yox, bu 5.4-də göstərir. Hı. Saniyə. Bu plugin. Plugin kimidir, hə, həm də şey eləmək olur. Speed 3 importer. Ha, okey. Mən bunun funksiyasını tam dəqiq bilmirəm. Bunu öyrənərəm, sizə digər dərsdə başa salaram. Mən bunu öyrənmək istəyirəm, çünki şeydir. Çox oyunlarda demək olar. Ümumiyyətlə o təkcə oyunlarda yox, hər şeydə bundan istifadə olunur. Burada ağacı elə bir istədiyin kimi yaradırsan, yəni İstədiyin şey kimi kimi. customizasiya edə bilirsən. Random ağac düzəltmək üçün çox gözəl yöntəmdir həqiqətən. Araşdıraram, ya öyrənərəm, heç bir problem yoxdur. Sizə də öyrədərəm, heç bir problem yoxdur. İndi hələ ki bir dənə istifadə eləmək üçün bir dənə packlərdən, bizim library-dən bir pack çəkərək. Məsələn, bizdə belə bir Stalazi 3 pack var. Elə bunu çəkəcəm. Bundan öyrədəcəm. Projeye eklə deyirsiniz birbaşa. Avtomatik olaraq normalda yükləmə gəlməlidir, bir saniyə. Arada bərdə fab eləyir. İnternetə görə də bəlkə. Ola bilər, ola bilər. Necə Unreal kullanım üçün mövcud deyil? Bir saniyə. Nə əlaqə? Bu niyə qoyublar bunu? Həqiqətən niyə qoyublar, yəni? Məntiqsiz olar, Bir saniyə, bu çəkilmədi. Başqa bir tripack-sın ya. Yəni o qədər məndə çoxdur tripack. Misal bunu bir dənə projeye ekləyək. Bax məsələn avtomatik olaraq əkləndi. Fikir verin, aşağıda yüklənir. Gördüm. Bu birisi niyə əklənmədi? Çox maraqlıdır. Okay. Ya böyük ehtimal nəsə problemi var. Olur bəzən. Məsələn satıcı, yəni məndə fab hesabı var. Məsələn satıcı bəzən məsələn meşləri əlavə edəndə problemli olur. O da birbaşa Unreal-ın içinə inteqrasiya olunmur. Elə bir problem olur. İndi hal-hazırda bu modellər əlavə olundu. Fikir versəz. Bax burada hal-hazırda modellər əlavə olundu. Amma biz bunu statik mesh kimi, yəni belənçiyinə, brush kimi səhnəyə düzə bilməyəcəyik. Ancaq statik mesh kimi düzə biləcəyik. Fikir verin. Biz onda brush yaratmalıyıq da belə. Bunları brush tayfa yaratmalıyıq. Bunun üçün necə bir şey eləyirik hal-hazırda? Bunları buradan silək, səhnədən silək. Hal-hazırda fikir verin, buradayım. Bu paneldəyəm. Sağ kliyə basıram. Bax burada foliage paneli var. Görürsüz? Hansısa senin üstündə sağ klikə basıyorsun, boşluğu prosta. Yox, boş bir yerə, fərqi yoxdur. Hara basırsınız, basın. Boş bir yerə basırsınız, foliage panelinə gəlsiniz. Burada fərqli foliagelər var.
Landscape grass, static mesh. Static mesh foliage, bir də actor foliage. Bunlar haqqında məlumat vereyim. Grass landscape nədir? İlk olaraq onun haqqında məlumat vereyim. Landscape grass. Landscape grass bildiyiniz brushla landscape-i necə deyirlər? Grass əlavə eləməyə yarayan bir funksiyadır. Bunun funksiyası biraz dərindir, çox dərindir. Biz necə materialın içinə datan əlavə edirik. Brush'ı əlavə elədiyiniz, yəni məsələn deyək ki, grass materialına bunu əlavə edirsiniz. Grass materialı olan yerə avtomatik olaraq grass'ı span edir. Beləncə bir funksiyası var. Actor foliage nədir? Actor foliage bizim misal olaraq bəzi bitkilərimizdə deyək ki, kod var. Misal olaraq deyək ki, yaxınına gəldikdə məsələn səs çıxarsın və ya necə də göydən bir Hərəkət alma eləsin. hərəkət eləsin və ya göydən bir alma düşsün. Deyək ki, məsələn biz yanına gələn kimi almalar yerə düşsün funksiyası var. Onu tək-tək səhnəyə aktor olaraq əlavə eləməkdənsə, foliage aktora çevirib rahat bir şəkildə səhnəyə brushdan əlavə eləyə bilirik və kodla, yəni optimizasiya tərəfindən də çox kömək eləyir. Səbəbi bir var onu aktor olaraq datada tutar, bir var onu foliage olaraq datada tutar. Foliage olaraq datada tutduğu üçün daha az yer tutur, həm də daha optimize olur. Bir də Aydındır. static mesh foliage var. Static mesh də bu static meshləri foliage halında istifadə etməyimizə kömək edir. İndi hal-hazırda foliage panelinə gəlirəm. Bir dənə static mesh foliage əlavə edirəm. Qısa yolu SMF, yəni static mesh foliage altdan xətt, məsələn deyək ki, tree olsun ilk olaraq. Tree-dən başlayaq. İçinə daxil olduqda fikir versəz burada mesh var. Mesh type var. Mesh əlavə etməliyik. Aha, cycle-yə basırıq. İndi mən bir dəqiqə mesh-in adı nə idi? Sən ona baxım. Plant. SMI 3001. SMI altdan xətt 3001. Beləncəsinə də əlavə eləyə bilərik. Ya da sizə daha rahat bir yöntəm öyrədim. Content browser'a gəlirik, mesh toxunuruq, mesh select-də hal-hazırda. Gəlirik bura, burada ox var. Aha, vəsə. Görürsüz bunu? Basan kimi avtomatik olaraq datası düşür. Görüşərik qal. Demək, burada fikir versəz aşağı paneldə scaling paneli var. Scaling paneli nədir? Burada hal-hazırda fikir versəz uniform olaraq göstərilir, default olaraq. Bunun funksiyası nədir? Siz brushla mesh-i əlavə edəndə onun scale dəyəri default olaraq 1-1-1 gəlir. Yəni 1-ə 1-1 öz scale dəyəri, yəni universal scale dəyəri olaraq 1-1-1 gəlir. Bunu buradan uniformdan misal olaraq minimum və maksimum type var, fikir verin. Aydındır. Bunu minimum və maksimum 1-1 olsa, default olaraq həmişə 1 dəyərində spam eləyəcək. Amma deyirəm ki, mən misal olaraq mesh daima spawn eləyəndə, misal olaraq 1 ilə 2 arası dəyərlə spawn olsun. Bax x, y, z dəyərində ayarlayıram. Avtomatik olaraq gəlin bir sınayaq. Bu avtomatik olaraq spawn olanda 1 ilə 2 arasında bir dəyər seçib spawn olacaq. Sonra burada göstərməli olduğum maraqlılardan density var. Density nə işə yarayır? Bizim meşimizin uzaqlıq məsafəsi, məsələn biz meşə nə qədər məsələn bizim kameramız meşdən nə qədər uzaqlaşdıqdan sonra o meş yox olma məsələsi var. Bilin optimizasiya üçün çox təsir eləyir. Məsələn deyək ki, biz kamera bir yerdən bir yerə qədər uzaqlaşdıqdan sonra o mesh hidden olur və bizim kompüterimizdə yer tutmur ekstra olaraq. Sonra burada collision percent var. Nə işə yarayır? Present. Nə işə yarayır? Bizim hər bir aktorumuzun, yəni meshimizin, statik meshimizin özün collision olur. Bir saniyə, mən kameram gedir. Kamera dayanıb desin. Səs gəlir amma. Səs gəlir çünki o birisi kompüterdədir. Nəsə problem var, ya bunu çıxım kompüter bir dənə özünə gətirim. O şey eləyənə qədər.
collision, yəni hər bir meşin özünün toxunma, yəni karakter ona gəldikdə dayansın, səthə gəldikdə dayanması funksiyası var. Hazırda fikir versəz defaultda no collision'dır. No collision əsasən grass, Tam başa yəni düşmədim. Necə? Yəni yaxınlaşanda əzilsin zad mənasında, yoxsa yox necə? yox. Bir saniyə lap onu necə göstərim? Daha belə məntiqli bir yöntemlə göstərim. Bir saniyə. Bunları çəkim. Details. Ha. Misal hazırda bir dənə səhnəyə statik mesh əlavə edeyim. Misal hazırda. Məsələn, statik meshi səhnəyə əlavə elədim. Və hal-hazırda buradan channel vardı. E, buna basıram. Buradan player collision var. Fikir versəz, player collision'ı kvadrat. Hə, Yəni yəni bizim orada playerimiz Aha, gəlib buna dəydikdə içindən dayanır. keçməyəcək. İçindən keçməyəcək. Ya bildiyimiz divar kimi Aydındır. düşünün də. Aydındır, Amma mən aydındır. gəlib bunun collider'ını silsəm, indi gəlin bir daha bunun collider'ın içindən silim. Bax, collision type, collision'a giririk. Burada remove collision var. Bunu basıram, silinir tamam collision. Bax, fikir ver. Mesh yoxdur səhnədə. Əslində var. Fikir verin, var. Amma Amma player keçir. collision yoxdur. İndi gəlin bir daha oyunu başladım. Karakter içindən keçir. Aydındır. Bax, hal-hazırda no collision olanda beləncəyin olur. Fikir verin. İçindən keçəcək. Bunu əsasən nə üçün istifadə edirik? No collision'a. Məsələn, grass. Grass təsəvvür edin, grassın hamısının collisionu var və karakter onun üstünə yeriməyə çalışır və yeriyə bilmir. Hə, bug'lar da çox var. Ha, bug'lar olacaq, düz deyirsiniz. İndi gəl bunu default olaraq buna collider verək. Okay. İndi fikir verin. Meşə collider gəldi. Hı. Daha fərqli bir collider gəldi. Bu konkret model Aha, şeyində. modelin collider verir avtomatik olaraq. Atlananda da. Hə. Beləncəyin. Okay, Amma gəlirəm bu optimizasiya baxımından yaxşı olmaz məncə. o tövsiyə olunmur. Bilirsiniz niyə? Məsələn, bunun ya istifadə edə bilərsiniz. Məsələn, necə meşlərdə istifadə edə bilərsiniz? Biraz daha az poligonlu meşlərdə istifadə edə bilərsiniz. Amma biraz daha çox poligonlu meşlərdə istifadə edirsiniz. Həqiqətən optimizasiyaya təsir eləyir. Misal hal-hazırda bu meşin bu hissəsi, karakter bu hissələrində yeriyir. Yox. Dəyir bu Yerimir hissələrinə, zaten. misal olaraq. Yox. Ya əslində məsələn bu hissələrinə collider əlavə eləməsək heç bir problem olmaz. Əlavə eləmirik. İndi mən Əsasən proza gövdə. quadr əlavə etmək istəyirəm. Elə o əlavə edib. Yoxsa Okay. gələn başqa Kvadrat dəstə o. formasına. Heç bir problem. Yo, bu dərsdə də göstərəcəm. Misal hal-hazırda Hı. bu proyekti default edeyim. Buradan player collision'a gəldim. Bax hal-hazırda fikir verin, heç nə yoxdur. Hı. Collision paneli var. Buna basırıq. Hı. Bax fikir verin burada. Add shape simple collision. Ha, Capsule, box. Touch Bunlar box. da bunlar nədir? Bunları da göstərim. Bu özü random olaraq meşi hesablayır və buna uyğun olaraq məsəl 10 dənə face'li bir collision əlavə eləyir. Y istiqamətində və ya digər istiqamətlərdə eyni şəkildə. Collider əlavə edir. Misalla əlavə eləyə fikir verin. Görürsüz? Çox əcaib bir collider əlavə elədi. Və əsasən əsasən nə üçün istifadə edə bilərsiniz? Məsələn, kubikli bir şeylər, kubik tipli bir modellərdə Aydındır, hə. istifadə edə bilərsiniz. Çünki məsələn bu meşdə belə bir collider çox saçma olar. Bilirsiniz niyə? Bir dənə landscape-ə gəlim. Oha, bir dəqiqə çox uzağa getdik bir dəqiqə. Bax fikir verin. Heç yaxınına gəlmir. Yaxınına gedə bilmirik və çox saçma bir durum olur. Bax buradan player collision bax fikir verin. Okay. Bunu buradan silmək istəyirsinizsə delete-ə basın, silinəcək rahat bir şəkildə. Eyni şəkildə 26 face'li bir collider əlavə edə bilərsiniz. Burada face daha çox olur. Tamam. Və yaxud capsule box. Məsələn, mən box əlavə edirəm. Bunu səhnədə istədiyim kimi dəyərləri ilə oynaya bilirəm. Eyni dərəcədə, yəni W, Y, R arasında keçid eləyərək istədiyim kimi dəyərləri ilə oynaya bilirəm. Təbii ki də bunda da grid kilidi var, scale kilidi var. Ya bunu istədiyiniz kimi ayarlaya bilirsiniz. Aydındır. Misal deyim ki, mən belə bir collider əlavə eləmək istəyirəm.
Mən misal belə bir collider əlavə etmək istəyirəm. Mhm. Düzəltdim, compile elədim, gəldim səhnəyə. Fikir verin, avtomatik olaraq collider var. Gəlin play collision'dan da baxaq. Fikir verin. Aydın. Okeydir. İndi burada nədir? Bir saniyə. Collision. Aha. Bax burada collision percent var. Burada fərqli tayplar var. Çox fərqli funksiyalara yarayır. Misal olaraq burada sırayla gedəcəm. Məsələn, UI çox vaxt istifadə olunmur. Ya UI-lar üçün collider'dır. Misal olaraq render widgetdən istifadə edirsiniz. Məsələn, bir meşin içində havada duran bir widget var. Onun collider olsun mu, olmasın mı, onun üçün istifadə olunur. Vehicle maşınlar üçün olan bir collider taypıdır. Əsasən necə deyirlər? Oyun motorunun içində məsələn maşın sistemi yazmısınız. Maşına collider'ı vehicle olaraq seçməlisiniz ki, maşın həm simulate olsun, yəni həm rahat bir şəkildə hərəkət edə bilsin. Həm də necə deyirlər, collider daima hesaplansın. Yəni maşın hərəkət elədikcə o collider da hesaplansın. Ragdoll əsasən nə üçün istifadə olunur? Məsələn, karakter öldü, karakter Ölüb, elə o deyəcəm. Ölüb Ha. üstündən keçəndə tərpənir də o yəni. Yox, bir dəqiqə laf göstərim. Ragdoll necə göstərə bilərəm sizə? Bizim burada meşimiz olmalıdır. Karakter, Megascan, yox, Queen, meshlərdən. Burada hal-hazırda skeletal meshlərdir. Bunların physics mesh olur. Çox vaxt bir saniyə. Aha, bax fikir verin. Bu Ragdoll'a keçəndə, simulate-ə basanda. Bax bu mesh hal-hazırda Ragdoll'a keçsin. Və bədəniniz orada həmsə oynaya bilir şəkildə. Ha, bir də bunu gəlin istəyirsiniz səhnədə də göstəreyim. Bir saniyə. Bu mesh. Gətirirəm, atıram səhnəyə. Playersız da başlaya bilərsiniz. Simulate deyirlər çox vaxt. Fikir verin burada. Simulate-ə basırıq. Fikir verin, mesh. Ragdoll'a keçdi avtomatik olaraq. Beləncə. Sonra burada bax göstərə biləcəyim channellardan nədir? Trigger, daha çox trigger channelu, məsələn, triggerlənən meshlər üçün istifadə olunur. Məsələn, deyək ki, bir açılıb, avtomatik açılıb qapılan bir necə elevator deyək, elevator qapısı deyək. Triggerlənən kimi məsələn açılıb bağlanması üçün istifadə olunur collision channel. Bu qalsın. Məsələn, player aktor, bu üç qalsın, bunlar sonranın işidir. Player aktor əsasən karakterlər üçün, yəni bizim main karakter üçün istifadə olunur. Karakter mesh də eyni şəkildə. Çox az spesifik fərqlər var. Sonra pawn əsasən NPC-lər və ya poseslənən canlılar üçün istifadə olunur. Pawn-a misal olaraq nə deyə bilərik? Məsələn, sizdə morfoz var. Başqa canlıdan başqa canlıya keçid eləyə bilirsiniz. Belə deyim də. Məsələn, onda bu channeldan istifadə edirsiniz ki, mesh rahat bir şəkildə hərəkət edə bilsin. Ignore eləmək, overlap isə qəbul eləmək. Eyni şəkildə burada sadəcə kiçik fərqlər var. Overlap hal dynamic bütün dinamikaları qəbul edir. Block hal dynamic əngəlləyir. Overlap hal bir dənə fərqləri, burada dynamic yoxdur, dinamika yoxdur. Block halda da dinamika yoxdur, eyni qaydada. No collision'da isə içində heç bir collider yoxdur, sadəcə mesh'in özü var. İçində heç bir collider yoxdur qısaca. İndi default olaraq no collision olaraq ayarlayaq. Mesh'imiz seçildi. İndi gəl buradan bir dəqiqə. Mesh'ə gəlin block hal dynamic verək. Compile eləyək. Hal-hazırda bu mesh, bax fikir verin, static mesh polisdir. Gəlirəm indi polis panelinə. Gəlin polisin funksiyasını göstərmək üçün bunları bir dənə artırım. Bax, outline panelinə baxın. Outline paneli. Burada bax fikir verin, 3 dənə ağac əlavə elədim. 3 dənə ağac əlavə elədim. Və üçü də səhnədə aktor olaraq dataya tutulur. Fikir verin. Lap bir dənə də əlavə edeyim. Bax, artdı aktor sayısı. İndi gəlin Foley-i göstərim. Foley panelinə gələm. Burada Add Foley var. Bura basıb Foley-i əlavə edə bilərsiniz. Ya da bax burada Drop from here. Drop Foley here var. Gəlirik, Content Browser-a gəlirik.
Hı. tuturuq sürüşdürürük. Avtomatik olaraq Ha, gəlir dataya düşür. Okay. Fikir versəz hal-hazırda üstündə bir dənə tik var. Tikləyib unclick ya da click eləyə bilirik. Select Hı hı. elədik ya da deyim dəqiqə. Select eləməyəndə fikir verin heç nə yoxdur. Elə bil ki normal selection mod kimidir. Hı hı. Click eləyəndə avtomatik olaraq bizə bir dənə kürə verir səhnəyə. Aha. Visible Çəkməmişsən. kürə. Və bir dəfə sağ kliyə basıram. Yox, sorry. Sol kliyə basıram. Fikir verin. Meşə əlavə elədi. Amma çox əlavə elədi. Ha. Bunun sizcə səbəbi nə ola bilər? Tənzimləmək lazımdır, azaltmaq lazımdır. Yəqin Hə. brush size yox, paint density-dir yəqin. Yes. İndi bir Ha. dəqiqə, mən bir dənə Ctrl Z edeyim. Density misal deyirəm ki, gətirim 0.1 eləyim. İndi bir dənə baxaq. Bax fikir verin. Daha az eləməyə başladı. Lap biraz da azaldı. Çox da hələ də çox. 0.05 0.5 eləyək. Yavaş-yavaş azaldaq görək hansıdır məsəl. 0.5-də normaldır, yaxşıdır. 0.5 işlədək. Və bayaq əlavə edeyim. Əlavə edeyim görək. Bax, Amma hazırda əlavə edeyim. da çoxalmadı. Outliner-da çoxalmadı. Okay, fikir verək. İndi outliner-ə bax, 14 aktor. 14 dənə Bax, çoxalmadı. foliage. Bax, foliage-in hamısı, bütün əlavə elədiyimiz foliage bir datada. Yəni bir dənə foliage Aha. aktor instance-da toplanır. Amma static mesh-lər ayrı-ayrı aktor olaraq toplanır. Optimizasiya cəhətdən belə qurmaqdansa belə qurmaq çox daha sərf eləyir. Aha, Və evet. indi foliage-in deyəm dəqiqə digər brush tiplərində göstərim, sonra da digər artı yanlarını göstərim sizə. Təkrar foliage panelinə gələk, shift 3-ə bastım. Okay. Paint-i öyrətdik. Burada brush size ayarlaya bilirik, density-yi ayarlaya bilirik. Bu aşağıda nə var? Landscape, static mesh, BSP, foliage, bir də translucent var. Translucent. Okay. Bunlar nədir? Bunların funksiyası nədir? Bax fikir verin, hal-hazırda hamısını unclick elədim və bizim bolumuz, yəni görünməz bolumuz yoxa çıxdı. Transparan bolumuz yoxa çıxdı. Çünki hal-hazırda hamısı unclickdir deyə, yəni nəyə əlavə eləyəcək heç bir şey. Landscape qoşsaq şeydir, landscape bu əlavə edeyim. landşaft. Bu landşaft əlavə eləmişdik, səth əlavə eləmişdik. Landscape odur. Bax fikir versəz, hal-hazırda landscape detecteddir və rahat bir şəkildə əlavə edə bilirik. Okay. İndi deyəcəksiniz ki, static mesh nədir? Static mesh paneli nədir? Bu static mesh nədir? İndi onu öyrədim. İndi bir dənə səhnəyə küp əlavə edirəm və kübü küp əlavə elədim. Kübü X-dən, Y-dən scale elədim. Fikir verin. Və biraz gətirib yuxarı qaldırıram. Okay. Əlavə olundu, tamamdır. Foliage moda keçdim təkrar. Və qurdum. Bax, fikir verin. Onun içində keçir, İçindən keçdi. Onda static mesh qoşmalıyıq da. Aha. Static mesh-i qoşanda avtomatik olaraq landscape bağlaya da bilərsiniz, açıq qoya bilərsiniz. Static mesh-in üstündən mesh-i spawn edir. Yəni static mesh-i ignore eləmir, avtomatik olaraq overlap eləyir mesh-i və static mesh-in üstünə də mesh qoya, yəni foliage qoya bilir. Təbii ki də landscape-in də üstünə qoya bilir. Prosta hara detectedsə ora uyğun olaraq qoyuruq. Tamam. Sonra nə var? BSP qalsın. Foliage, yəni elə bildiyiniz foliage-in də üstünə mesh qoya bilirik. Bu meshdən. Foliage də. Bax hazırda. Görürsüz? Prosta foliage-ni necə göstərə bilərəm, onu dəqiq bilmirəm. Misal necə? Məsələn, static mesh yerdə grass var. Bunu deaktiv etsə, üstünə ekstra mesh qoya bilməyəcəyik. Amma bu clickdirsə, üstünə ekstra mesh qoya bilirik. Translucent-da nədir? Məsələn, grass kimi bir meshimiz var. Bu əslində çox istifadə olunmayacaq. Yəni garanti verirəm. Biz niyə? Çünki məsələn, grassın üstünə necə bir foliage qoya bilərik? Əslində nə qoya bilərik? Məsələn, deyək ki, ətrafda parçalanmış şahıs effekti yaratmaq istəyirik. Məsələn, deyək ki, hospital düzəldəcəyik. Hospitalda yerə qırılmış camlar var. Onlar transparent materialdır. Onun üstünə məsələn parçalanmış kağızlar qoymaq istəyir. Onda bunu aktiv edəndə məsələn transparent materialın üstünə qoya bilirik meshləri rahat bir şəkildə.
Sonra nə göstərə bilərəm hal-hazırda sizə? Hə, select var. Misal hal-hazırda məsəl paint-lə düzdük. Meshlərdə kiçik-kiçik düzəltmələr eləmək istəyirik. Select-ə basırıq və hal-hazırda bildiyiniz selection mod kimi istədiyimiz meşə toxunub bunlar Mhm. istədiyimiz kimi Ha, əyib evet. formalaşdıra bilərik. Aydındır. Fikir verin. Məsələn, deyirəm ki, mən bura əlavə eləmişəm. Sadəcə bunu istədiyim kimi tərzdə deyil. Biraz daha belə necə deyim? Biraz daha belə sanki məsələn ortasına bir dənə gök daşı düşmüş kimi bir effekt yarada bilərik misal. Olar. Okay. Selection mod kimi burada da kopyalama eləyə bilərik istədiyimiz kimi. Ha, bu arada kopyalamanın rahat yöntəmi var. Bunu deyəsən keçən səfər deməmişdim. Shift-lə. Normalda Ctrl CV edib kopyalaya da bilərsən. A, yox, yoxsa? Aha, Folix modda Ctrl CV işləmir. Okay. Alta basılı tutub hər hansı bir istiqamətə X-ə, Y-yə, Z-yə sol kliyə basılı tutub çəksəz avtomatik olaraq mesh kopyalayır. Selection modda Ctrl CV işləyir, amma Policy modda təəssüf ki işləmir. Okay. Burada aşağıda all var. Buna basan kimi avtomatik olaraq səhnədə nə qədər Policy varsa hamısını select edir. Fikir verin. Aha. Deselect-də avtomatik olaraq deselect eləyir. Select. Invalid nədir? Invalid nə işə yarayır? Bizim ən son toxunduğumuz meşi avtomatik olaraq detect edir, select edir. Mhm. Misal olaraq buna necə göstərə bilərəm? Məsələn, buna toxundum, deselect elədim. Invalidə bir dəqiqə elə deyil. Ha, problemli şeyləri göstərməyə gəlir. Ha, Bax, onlar o torpağa oturmayıb deyə ola bilər ona görə. İndi bir dənə o torpağa 30-dur, torpağın içinə sal. bir dəqiqə select invalid instance. Ha, düz deyirsiz. Belə deyim, oyun motorlarında belə bir şey var. Məsələn, blueprint-lə span elədiyiniz mesh bəzən invalid, yəni mesh span olubmu, olmayıbmı deyə yoxlamalısınız. Onda bəzən kodda məsələn xəta verir ki, bu mesh invalid deyil. Yəni mesh nulldur, yoxdur, killdir. Burada da eyni vəziyyət. Məsələn, invalid olan meshləri select eləyib onları düzəltmək üçün bir funksiyadır. Misal olaraq hal-hazırda bunlar invaliddir. Bunları silib gələk təzədən əlavə eləyək. Single'dan məsələn təzədən əlavə eləyək. Invalidi bir dənə yoxlayaq. Baxaq, hal-hazırda yoxdur. Görürsüz? Also nə işə yarayır? Also bildiyiniz command kimi select eləməyə yarayır. Fikir verin. Hepsi aydın. Brush verir bizə. Yenə bol verir. O bola uyğun olaraq select eləməyə yarayır. Beləncə ilə. Bir dənə Ctrl Z eləyim. Okay. Paint nə işə yarayır? Paint də bayaq göstərdiyim kimi densitysini ayarlayırıq. İstədiyimiz kimi məsələn 0.1 eləyək. Başlayırıq brushlamağa. Misallar. Hal-hazırda burada belə bir landşaft yarandı. Saniyə replay alsın. Yaxşı bir şey deyim. Bir paint-ə biz bir neçə folic əlavə edəndə qarışıq verir, yoxsa yox? Məsələn, ağaclar 5 ağac növü əlavə. Ha. O da olur. Onu da göstərim la. Bir saniyə lap buraya gəlin, burada göstərim rahat olsun sizə. Hal-hazırda bir dənə folicimiz var. Gəlin digər meshlərə də folic əlavə eləyək. Misal deyək ki, bunlara da folic halına gətirək. Burada avtomatik keçirtmə var. Bir dəqiqə. Yoxdur təəssüf ki. Yenə sağ kliyə basaq. Ha, bu arada qəşəng bir yöntəmdə öyrədim sizə. Folic moda keçirsiniz. Statik meshləri tutub bura atanda avtomatik olaraq folicə keçirilir. Bir də məsələn content browser'a gəl, bas, folic modu keç, folic mesh seç, ayarla, yoxsa birbaşa rahat. Sadəcə buradan istədiyimiz kimi buradan birbaşa bu paneli açdığımız kimi burada da avtomatik olaraq bir panel açır və buradan istədiyimiz kimi ayarları dəyişə bilirik. İndi hal-hazırda misal olaraq mən deyirəm ki, 2 dənə qraz, bir dənə ağac olsun, bir dənə də daş olsun. Bunları deselect eləyək və paint moda gəlirəm. Bu random olaraq meshləri seçərək səhnəyə düzədir. Fikir verin, daş da düzdür, ağac da düzdür. Sonra bax, qraz da düzdür. Fikir verin. Okay.
Yəni düz deyirsiz. Yəni random olaraq meşləri spawn eləyə bilir. Single nədir? Single-da belə bir funksiya var. Single-da neçə dənə meş select eləmisinizsə hamısını gətirir select edir. Fikir verin. Bura həm daş da gətirdi, həm Ha grass ha da ha. gətirdi. Bir dənə Tək qoyur prosta. point Tək nöqtəsinə. qoy. Bunu tövsiyəm tək bir meşlə eləyin. Bunları deselect eləyək, daş da select Üstünə. eləyək. Tək-tək. Bu əsasən kiçik xırda yerlərə çox şey yarayır. Məsəl üçün kiçik Aydın. bir ərazidə işləmək istəyirsiniz, rahat bir şəkildə istifadə edə bilərsiniz. Misal mən deyim ki, bura daşları əlavə eləyək səhnəyə. Və bura biraz qras əlavə eləyək misal. Və ya mən bunu rahat bir şəkildə aha, İndi sualım. bir söz soruşum. Foliage hissəsinə tutaq ki, mən yerə şüşələr düzmək istəyirəm, nə bilim, bayaq dediyimiz glass effekti, sonra nə bilim, kağızlar düzmək istəyirəm, nə bilim, torpaq zad düzmək istəyirəm. Bununla eləmək olur onu? Aha, olur. Çox rahat bir şəkildə. Sadəcə foliage olaraq əlavə edin və rahat bir şəkildə necə deyirlər, Əla. işinizi görün, heç bir problem yoxdur. İndi sizə bir şey göstərəcəm. Çalışın landşaft quranda, heç vaxt aktor polisdən istifadə, aktordan istifadə, aktor nə idi? Çox sorry. Statik meshdən heç vaxt istifadə eləməyin. Ya eləyin, çox az istifadə eləyin. Çünki fikir verin, məsələn, burada məsələn deyək küçük böyük bir landşaft qurursunuz. Statik meshdən istifadə eləmisiniz. Burada 15 min, 16 min aktor var. Oyun bunları hesablayır deyə daima optimizasiyaya çox pis təsir eləyir. Amma bunu polis halında hesablayanda sadəcə bir aktor olaraq hesabladığı üçün daha optimizə olur. Qısaca belə deyim. Sonra nə göstərə bilərəm? Bir dəqiqə. Paint modda başqa nəsə qaldı. Bir dəqiqə. Policedə. Singularity. Isır funksiya. Bir dəqiqə. Siləndə. Yo, təəssüf ki. Bir dəqiqə. Bildiyim qədərilə bu silmə funksiyası deyil. Bəlkə Bir saniyə, üstünə gələk. Burada məlumat verir. görək. Isır selected foliage. Bir saniyə. Hamısını siz al eləyəndə Yo, bir saniyə. Also-dan eləyək. Rahat olsun. Prosto bir dəqiqə olsun ya select olmalı bir saniyə. Yəni deselect eləyək. Okay. Selectə basaq. Meshləri select eləyək. Niyə bir dənə mesh select? Ha, okay. Isır aktiv eləyək. erase density bəlkə onu çoxaldaq. Selected foliage nədir? Bir saniyə. Sahib. Erase kəsmək deməkdir əslində. Amma funksiya yəni selected foliage var. Deyir ki, isır the selected foliage. Kəsir foligelər. Amma selectlənmiş. Amma selectdir. Hal-hazırda heç bir funksiyası yoxdur. Buna bir dənə baxarıq. Remove hazırda. Siləndə. Okay. Remove funksiyası necə işləyir? Remove funksiyasında bastıq silmir. Bunun üçün gərək mesh select eləyək. Select eləyib remove basaq avtomatik silinir. Misal olaraq mən deyirəm ki, Lassodan istifadə edirəm. Lassoda niyə select eləmir? Bu acayib bir polizə keçək. BSP bəlkə qoşulmalı. Dəxsinədir. Hal-hazırda ol dediyim bütün meşlər silinir. Bu aslında olsa işləməlidir. Böyük ehtimal bir sözlə biz apply eləyəndə, yəni şeydən, selection foliage moddan çıxanda avtomatik olaraq bunlar apply olunur deyə artıq bunları silə bilmirik. Yəni olsa ilə. İndi misal olaraq buradan paintlə təkrardan məsələn bir dənə səhnəyə meşlər düzək. Məsələn bunların sayı çox kiçik. Bir dənə bunların sayını böyüdək. Bura gəlirəm, panelə gəlirəm. Burada scale size var deyə bayaq göstərmişdim. Bir saniyə. Advanced. Scale X var orada. X değil. Bizə şey lazımdır. Scaling uniformdadır. Və X koordinatı var sadəcə. Bəlkə 5. Yox. Normalda bir dəqiqə. Bunun lokasiyasına gedək. Yox, bir saniyə. Mən bunun lokasiyasına gedeyim. Content browser. Birbaşa fikir verin. Burada əlavə eləyəndə birbaşa content browser'a şey olaraq, foliage olaraq əlavə eləmir. Gəlin bir dənə buradan foliage, aktor foliage yox. Bir saniyə.
Şimdi kasaslardaydı. Okay. Tezden sağ kliyə basaq. Foliage. Static mesh foliage əlavə edək. Sımı, grass deyək. Okay. Buradan gələk grass əlavə edək. Hop. Bir saniyə. Buradan grass'ı seçək. Əlavə edək bura. Buradan scale edək ki, default da 2 olsun. Mesela max'da 3 olsun. Maksimum. 3 Aha. olsun. İndi gəlin bunu bir dənə əlavə edək bura. Əlavə elədik. Hı hı. Yəni budur bizim əlavə elədiyimiz. Yoxsa budur. Yox, budur. Bunu select eləyək Hı hı. və səhnəyə düzək. Fikir verin. Bəziləri Evet. biraz kiçikdir, bəziləri biraz böyükdür. Təbii soğuk aralarında fərq var deyə hiss olunmur. Ya birini 2, birini 3 eləmişsə ona görə. Məsələn 3 10 eləsəydi konkret fərq var idi. Scale X olarak burada sadəcə bir Hə. data görünür. Acayip dərsində burada 3 də görünməlidir. Misal olarak buranı 5 eləyək. Aha. Bir saniyə. Density biraz artıraq. Azda density biraz azdır deyə. Bax fikir verin. Ha. Daha böyükdür, daha kiçikdir. İndi bilinir konkret. Və burada density dəyişəndə, buradan scale size dəyişəndə köhnə data, köhnə əlavə elədiyiniz datası heç bir şəkildə dəyişmir. Ancaq yeniləri, yeni əlavə elədiyinizin Hə. datası dəyişir. Fikir verin. Beləçini. Sonra. Hı -hı. Ha, bir də misal olaraq hal-hazırda landşaftda misal olaraq polislər əlavə elədiniz. Landscape-də məsələn tipli oynama eləmək istəyirsiniz, dəyişiklik eləmək istəyirsiniz. Rahat bir şəkildə götürüb yuxarı qaldırdıqda bax fikir verin, aşağıdakıların dataları Aha. hamısı qaldı yerdə. Buraxsaz avtomatik olaraq layer'ı datası avtomatik olaraq yerinə oturur. Fikir verin. Ha, bir də meşlər oturmur amma. Ha, fikir verin, statik meşlər oturmadı və ya bunun üstünə meşlər oturmadı. Fikir verirsiniz. Hı -hı. Bir də sizə bir funksiya öyrədim. Hal-hazırda bax şeydir. Landscape moda keçib buradan sculpt'a keçsəz və Hı -hı. misal olaraq mən bu hissəni sculpt eləmək istəyirəm. Fikir verin. Sculpt Onlar elədikcə mesh'in onlar da datası, qalxır. Ha. aha, mesh'in datası dəyişir. Amma statik mesh'də belə olmur, təəssüf ki. Aydın. Gərək əlindən təzədən düzəldəsiniz. Beləncəsinə bir funksiyası var. Sonra move da eyni qaydada. Sonra coding Octopolis'i göstərim. Octopolis'i necə göstərə bilərəm? İlk olaraq bir saniyə. Bir dənə arxada bir proyekt falan açım. Mən tutaq ki bir box götürmüşəm, FBX olmaqda atmışam ora. Müstəvi kimi də bir növ belə deyək. Onu mən landscape moda çevirə bilirəm. İstədiyim kimi qaldırım, salım, yəni hər şey eləyim, tərpədim onu. Yoxsa poligon sayı çox olmalıdır onun. Statik mesh'i. Hə. Statik mesh'dirsə, statik mesh'i burada Unreal'ın özünün içində editor paneli var. Yəni edit paneli var qısaca. O edit panelindən istədiyiniz kimi customizasiya eləyə bilirsiniz. Misal olaraq sizə hal-hazırda bir şey göstərim. Sadəcə qısadır, yəni bu modeling dərsinə aiddir. Misal olaraq bax hal-hazırda bir dənə box əlavə edeyim səhnəyə. Box əlavə elədikdən sonra accept deyirəm. Accept elədikdən sonra model yox, model panelində polygroup edit var. Buna basırıq. Bax fikir verin, burada face, vertex və face, each vertex var. Aha, each seçirəm və istədiyim kimi dəyişdirə bilirəm. Burası aydındır. Mən sən nəyə soruşuram? Tutaq ki bu hissəsiniz. Bizim oyun məsələn biz deyirik, danışırıq, nə idi onun adı? Gəmi. Gəmini mən hazırlamışam, qoymuşam, düzdürmü? İndi gəminin o şeyləri, mərtəbələri var da, yuxarı, aşağı, o məsələn, alt mərtəbə. O necə eləyə bilərəm ki, həmin mərtəbələrdə obyekt gəzə bilsin? Həmin mərtəbələrdə obyekt gəzə bilsin. Bu collision ilə əlaqəlidir. Misal olaraq bayaq dediyim mesh'in collision ilə əlaqəlidir. Məsələn, room kimi bir yerlərdə kolaydır, biraz daha şeydir, necə deyirlər, kompleks ayarlamalısınız ki, rahat bir şəkildə məsələn karakter orada yeriyə bilsin. Misal olaraq sizə belə bir şey göstərim.
Bu biraz dərsimizlə əlaqəli deyil, amma olsun. Yəni heç Olsun bir hə. problem yoxdur. Təkcə öyrənin, heç bir problem yoxdur. Hal-hazırda misal olaraq 1-4-ə 1-4 bir dənə otaq kimi bir şey düzəldim kiçik. Yəni öyrənmək üçün 1 dəqiqə 1 2 3 4 4 5 eləyək. İki tərəfi oldu bəs eləyir. Tip Yox, otaq. başqa şey göstərməliyəm. Ya onu detallı göstərmək üçün bunu belə eləyəcəm təəssüf ki. Bir saniyə. Hazırda bilirəm biraz kölgə narahat eləyir. Anetdə çəkəcəm. Ha olsun. Oyun motorunu ki daha rahat görə bilərsiniz. Hı -hı. Hı. Fikir verin. Mesela player'ımız buradan girəcək. Belə bir o room Hı kimi -hı. bir şey düşünün. Hı -hı. Bir saniye. Geniş olmayabilir kapı. Ona göre de ben belirleyeyim. Hı -hı. Okay. Buna accept edirəm. Bu model olarak bizim layer'ımıza, datamıza düşür. Fikir verin. Hı -hı. Görsün. Və Bu hal-hazırda tipa FX olmasında formatında bura attığımız da tipa aha, belə deyim. misal olarak FBX formatında Aha. attığımız. Bunun hal-hazırda bir tane Clear Collision'ına baxaq. Clear Collider. Bax fikir verin. Ancaq aşağıda. Çox saçma bir hal alıb. Divarlar yox. Divarlar yoxdur. Lap istəyirsiniz bunu belə göstərim. Meşi səhnəyə ataq. Səhnədə bir dənə yeriməyə sınayaq görək nə baş verir. Bunu da gətirək ataq. Tamamdır. Bu bizim adi proyekt. Ay heç nə olmaz, heç nə olmaz. Tamam. Meşi bir dənə səhnədə başqa bir meşə detekt oldu deyə heç bir problem yoxdur. Okay. Gətirdim oyunu başlatdım. Bax fikir verin. Player içindən keçir. Ha. Çox saçma bir şəkildə içindən keçir. Əcaib bir şey olur da, yəni elə bil ki ruhdur, ruh kimi. Mən indi hal-hazırda bunun edit panelinə gəlirəm, yəni bu panelə. Paneldə necə aça bilərsiniz? Meşin sağ kliyə basıb Meşin Content Browser-dan yerinə gedə bilərsiniz. Ctrl B ilə də qısa yol var. Ctrl B-yə basıb rahat bir şəkildə gedə bilirsiniz. Bunun üstünə 2 dəfə basırsınız. Meşin edit panelinə gəlirsiniz. Burada collision var. Collision ilk olaraq gərəksiz hazırda collision yoxdur deyə remove collider boşdadır, deselect-dir. Bir dənə box əlavə edirik. Yoxdur, sorry. Box əlavə edirik və saçma bir şeydir. Bir box style'ı verir. Bunu istədiyimiz kimi customizasiya edirik. Sağ hal-hazırda altına bir dənə, tavan hissəsinə bir dənə. Tavan deyəndə yəni yox. Tavan gedir yoxsa patolog? Yox. Tavan hə, patolog tavan eyni şeydir. Yox, yerə nə deyirlər çox vaxtı? Ha, pol. Pol. Poluna bir dənə. Bu arada burada da kopyalama funksiyası var. İstədiyimiz kimi kopyalaya bilirik meşləri. Üst hissəsinə bir dənə. Bax burada kompleks şey gedir. Modelləmə gedir. Yəni kompleks collider ayarlama. Hı -hı. Hop, sorry. Select eləyim. Sağ ad istəyim sağ tərəfi, sonra sol tərəfi. Okay. İndi bu arxa hissələri boş saxlayacağam. Bunu göstərmək üçün. Bax fikir verin, hal-hazırda ön hissəsində collider var. Bax fikir verin, burada, altında, üstündə. Amma bu hissələrdə yoxdur. Compile edirəm. Buradan save-ə basıram, compile edirəm. Və indi gəlin bir dənə oyunu başlayaq. Oyunu başlayaq. Fikir verin, buralarda divarlar var. Atdansa girəcək səhər. İçinə girə bilirik rahat bir şəkildə. Lap bir dənə kölgəni bağlayayım. Bax, içinə girə bilirəm rahat bir şəkildə. Gəzə bilirəm. Bax fikir ver. Bura collider əlavə eləməmişdim. Bax fikir verin, buradan çıxa bilirəm. Buradan çıxır. Burada collider əlavə eləsə, bir otaq kimi olacaq.
Və rahat bir şəkildə Yaxşı, mən necə edə bilərəm ki, biri bu kollayderi qoymayaq da. Orada şey var idi bayaqları, avtomatik kollayderi əlavə edir. Hə, Yəni indi optimizə bir dənə də şəkildə. yöntəm öyrədim. Bu yöntəm biraz daha şeydir, qəliz yöntəmdir, amma ən belə gözəl yöntəmlərdən biridir. hı. Digər yöntəm, bunları silək. Hal-hazırda bax, fikir verin, kollayderi yoxdur. Details panelində, Details panelində. Sağ Aha. tərəf, sağ tərəfdə rahat görürsüz də. Aha. Görürəm. Collision complexity var. Aha. Aha. Burada 3 tip collision type var. Birinci project default. Project default nədir? Yəni oyun motorunun, yəni oyun important ilə machine default kollayderi. Bu çox vaxt çox saçma bir formada gəlir kollayderlər. Bunu özümüz əllə ayarlayırıq və ya küp formasında da olur çox vaxt default kollayder. Simple and complex single-la, yəni sadə kollayderla multi kollayder, yəni qarışıq kompleks kollayderin çox vaxt qarışığı olur. Sonra simple collision and complexity. Bir də şey var. Use complex collider and as simple. Simple collider simple formada, yəni çox sadə bir formada collider yaradır. Bir də şey, complex collider isə bizim default, yəni meşimizin formasına uyğun collider ayarlayır. Fikir verin. Bu çoxdur da. Ha. Mən istəyirəm ki, konkret optimizə şəkildə eləsin. Bu şeydir, məsələn, belə meşlərdə optimizə olacaq. Yəni narahat olmayın. Fikir digərlərini sınayaq görək necə bir şeydir. Bunda necə bir collider əlavə elədi? Bir dənə baxaq. Əslində simple bir collider əlavə etməlidir. Bax fikir verdim indi. Bu use simple collision and complexity. Buradan datanı götürür. Bu meşdən datanı götürür. Ya buradan əlavə olunan meş datasını götürür. Bu da bildiyim qədərlə eyni şəkildə. Ya buradakı datanı götürür. İndi bir dənə baxaq. Burada da 100%'dir. Şey olmayacaq, collider olmayacaq dediyim kimi. Amma Yaxşı, bayaq dediyimiz optimizə şəkildə kompleks. kompleksdir. Bu bəzi meşlərdə, bəzi meşlərdə yox. Misal hazırda bu meş üçün heç bir problem yoxdur. Ya Yəni baxa collider bilərik, görə necə göstərir. Yəni alınır yoxsa? bax, verin. Ha. Arasına geçsəm. Bu arada, yəni istifadə edin, heç bir problem yoxdur. Bunu istifadə edin. Amma çalışın misal olaraq belə deyim də 10.000 poligondan yüksək meşlərdə daha sadə şeylərdən istifadə edin ki, oyun optimizə olsun. Bir də belə deyim də, oyunun hələ kodlama hissəsində optimizasiya hissəsini çox düşünməyin. Optimizasiya hissəsi çox vaxt ən axırlarda olunur deyə. Çox vaxt oyunlarda optimizasiyanı çox vaxt sona saxlayırlar və bunu etmə səbəbləri ya oyunu qurtarmış bir vəziyyətin optimizə etmək daha rahat olur. Amma məsələn sən hər kod yazdıqca optimizə eləyəndə vaxtın uzanır. Qısaca belə deyim. Beləncə. Sonra bunu bağlayaq. Nə göstərəcəydim sizə? Content Label. Bir saniyə. Bildiğim qədərilə bu olmalıdır. Bir saniyə baxın. Fikir verin hal-hazırda. Səhnədə 4 aktor var və bu boyda səhnəyə. Landscape var. Bu nədir? Bax, hal-hazırda Skybox var, Landscape var, yəni şey var, Foliage var, Landscape var, bir də Player Start var. Playerimizin başladığı yer. Və beləncə. Fikir verin. Beləncə. İndi sizə Foliage aktorda öyrədim. Foliage aktor nədir? Ya bunu sadəcə termin olaraq dedim. Daha detallı demək üçün onun nəzəri olaraq göstərməliyəm sizə. Hal-hazırda Gitdən buradan bir dənə Jupyter proyekti açaq. Bunu bağlaya bilərik. Bura qədər bir sualınız var? Əslində yox. Okay. Yəni sualınız olsa deyin. Bir də bunu baxacağam. Normalda
bu əslində isr olanda select olmuş meşləri silməlidir. Amma niyəsə silmir. Buna baxacağam. Görüm niyə elə eləyir. Böyük ehtimal 5.6-da bunun funksiyasını dəyişdiriblər, stilini dəyişdiriblər deyə. Beləncə normal. 5.5-də normalda deyəm. Durdun rahat bir şəkildə silinir. Okey. Bunu bağlayaq. Bu proyekti save edəyəm. Tamam. Bu digər proyektdir. Burada sizə Foliage Actor məsələsini göstərə bilərəm. Plugin, buradan fmap. Tamam. Okey. Hal-hazırda fikir versəz, bunlar blueprintdir. Bax, bir dənə bununla şeyin lokasiyasına gedim. Bax bunlar aktordur, aktor blueprintdir. Fikir verin, səhnəyə əlavə elədim. Bax bu bir aktor şəkildə dataya düşür. Fikir verin. Amma bu meşlər Foliage Actor olaraq dataya düşür və optimizasiya çox təsir edir. Ya daha optimizə olur. Amma belə əlavə eləsəydim, bu hamısı tək-tək hesablanacağı üçün çox az optimizə olacaqdı. Və istəyirsiniz bunu belə eləyək. Bunu necə yarada bilərik? Bax, burada hal-hazırda Blueprint classda bir dənə Foliage Actorumuz var. İçində də nə kodu var, onu göstəreyim. Açılsın. Biz bunun üzərində bir dənə collider var. Bu collider'a dəydikdə ilk olaraq player olub olmadığını yoxlayır. Əgər bunun içinə girən aktor, yəni karakter, biz bu karakterə, yəni player karakterə bərabərdirsə, yoxlayır branchdan, true verir. True verirsə, false verirsə heç nə, heç bir şey olmur. Amma true olursa, skeletal mesh, bu hal-hazırda buradakı skeletal mesh'in collider'ını aktive eləyir və simulate eləyir. İndi gəlin bir dənə yoxlayaq. Mən player olaraq gəldim bunun yanına. Hop, gəldim. Avtomatik olaraq bunu mesh simulate-ə girir. Fikir verin. Və rahat bir şəkildə hərəkət edə bilir. Hop, sonra bir dənə ekranı bunu çəkin. Onu unutdum, yaddan çıxartdım. Bax, fikir verin. Hamısı oynaya bilir. Beləncə. Obsar da elə eyni qaydada. Bunu da belə eləməyimin səbəbi nədir? Normalda bunun hamısı aktiv olanda, yəni simulate aktiv olanda, oyun başlayır donmağa. Çünki dəqiq saniyə başı bunu hesablayır. Ya bunu simulate-ni hesablayır. Amma bu collider'dan çıxanda bu simulate aktiv olduğu üçün oyun bunu hesablamır və oyun daha optimiz olur. Qısaca belə deyim. İndi aktorların gəlin bu aktorları necə qura biləcəyimizi düzəldək. Sağ kliyə basırıq, yəni eyni qaydada Foliage panelinə aktor Foliage var. Buna basırıq, əlavə edirik. AF-də yaza bilərsiniz. Ya da ASMF yaza bilərsiniz. Aktor Static Mesh Foliage yaza bilərsiniz. Fərqi yoxdur. AF yazıram indi. Aktor Foliage, hatta misal olaraq plant yazım hələ ki. Okey, içinə girirəm. Burada digərindən fərqli olaraq aktor class ən üstdə ayarlayırdıq static mesh'i. Burada isə burada ayarlayırıq. Aktor panelində aktor class var. Fikir verirsiniz. Buradan mesh'imizin adını tapaq. Misal olaraq deyək ki BPC grass. Məsələn bunu göstərmişəm. BPC plant 2 misal olaraq. Gəlirəm bura. BPC plant 2. Əlavə elədim. Yenə eyni qaydada. Buradan scale dəyərini əlavə eləyə bilərəm. Məsələn deyim ki başlanğıcda 2 olsun. Tamam. Sonlara yəni 2 ilə 3 arasında bir dəyər versin misal olaraq. Başqa nə göstərə bilər? Bir də collision type var, fikir verin. Collision type isə lokal ya da lokal dynamic eləyək ən yaxşısı. Bir də böyük ehtimal sizdə başınız biraz nə də qarışa bilər. Bu collision type'lar arasında çox başınız qarışa bilər. Biləm anlayıram çünki siz artistsiz, 3D artistsiz. Coding hissəsinə hələ bir infonuz yoxdur ona görə. Yavaş-yavaş yəni kod yazmağa başladıqca anlayacaqsınız, narahat olmayın. İnşallah. İnşallah Allahın izni ilə. İndi Foliage panelinə gəlirəm. Gətirib bu meşi atıram bura.
Azda 0 göstərən. Okay. Buna bastım. Single seçirəm və əlavə edirəm. Fikir verin. Əlavə olunur. Və datıya sadəcə aktor olaraq, yəni folic olaraq düşür. Eyni qayda. Və bunun kodu var hal-hazırda. Bir dənə lap istəyirsiniz bunu da göstərim. Normalda bu meşlərdə necə bir funksiya var? Oyun başladıqda, event begin play başladıqda. Bir saniyə. Event begin play başladıqda bu üstündə random olaraq meyvə spawnlanır. İndi bax hal-hazırda bax üstündə yoxdur. Simulate basan kimi avtomatik olaraq üstlərində meyvə spawnlanacaq. Bax fikir verin. Simulate-də bəzən problem olur. Çünki player spawnlanmır deyə. Aha, bax fikir verin. Beləncə. Okay, aktor polisi göstərdim. Bu hərəkətdə olan şey var, elə animasyon o karakterdə. Onu hazırlamaq üçün nə qədər vaxt sərf eləmsən? Təkcə modelləməni çıxsaq, yəni sırf burada simulyasiyasını nəzərdə tutsaq. Animasiyasıdır, sonra şeydir, gəzməkdir. Player deyirsiniz. Hə, player. Belə deyim, hələ də düzəldirəm. Çünki məsəl olaraq karakterin yeniməsi falan filan. Bunlar əslində şeydir, blueprint ilə əlaqəlidir. Və dəyişiklik olduqca, yəni yeni animasiyalar falan filan əlavə olduqca təbii ki də üzərində düzəlişlər edirəm. Misal hal-hazırda bildiyim qədərilə bir dəqiqə baxım. Çünki ən axırıncı baxdıqda hardasa 20-yə yaxın animasiya vardı. İndi görək neçə animasiya var. Hal-hazırda bax, bunu da göstərir. Məsələn, select elədiyimiz meşləri buradan bax, normalda neçə dənə item olduğunu və neçə dənə select olduğunu aşağıda göstərir. Bunu görə bilirsizlər rahat bir şəkildə. Görürəm. Aha. 65. Hal-hazırda 65 dənə animasiya var və bu oyunda full, yəni oyunda olan animasiyalar 65 dənədir. Təbii ki də artacaq. Bu animasiyalar artıq təqribi deyirəm 100 animasiya çıxacaq. Misal olaraq climbing var. Nədir bu? Məsələn, climbing idle misallar. Fikir verin. Və ya deyək ki, burada başqa nə var? Məsələn, locomotion animasiyalar var. Ya fikir verin. İçinin qasması. Sağ çarpazdır bildiyim qədərilə. Və ya crouch left var. Fikir verin. Yox, crouch back left. Back left. Yoxsa back right. Sorry, back right. Arxaya sağa. Məsələn, wake up animation var. Məsələn, oyuncu ilk başladıqda wake up eləsin. Sağa sola baxıb ayağa qalxsın və oyuna başlasın. Misal bunu necə göstərə bilərəm? Player'a bir dənə çəkmişdim, bir dənə onu aktiv edeyim misal olaraq. Artıq oyun başladıqda animasiya oynayır, fikir verin. Sağa sola basır, hazırda klaviatura basıram, heç bir şey işləmir. Çünki hazırda animasiya oynayır və oyun başladı. Beləncə. Animasiyalar gəldikdə animasiyaların, yəni animasiya yazmaq o qədər də şey deyil, uzun proses deyil. Çalışın, ya sadəcə uzun edən proses bilirsiniz nədir? Animasiyanı smooth, gözəl, belə gözə xoş görünən şəkildə salmaqdır. Təbii ki. Bir dənə səbəbi budur. Bütün animasiyaları Blender'da hazırlamısan, Hüsnəcən? Aha, bəli, Blender'da. Mixamodan nəsə əlavə etmək olur bura. Aha, Mixamodan animasiyanı çəkmək olur, mümkündür. İnşallah onu digər dərsdə, karakter dərsində orada göstərəcəm. Lap istəsəz siz animasiyalar yazın. Yəni istəsəniz əgər. Ay, külək səs gəldi. Aha. Lap istəsəniz siz özünüz animasiyalar yazın bir neçə dənə. Məsələn, deyək ki, sadə. Idle, walk, run. Bir də jump. Yazın. Biz onu oyun motorunun içində yazmağı öyrənir. Əgər istəsəniz. Yox, əgər deyirsiniz ki, vaxtım yoxdur, heç bir problem yoxdur. Xarakteri eləyəndə eləyərik. Okay, inşallah. Misal bax hal-hazırda burada ya şeydən paneldə göstəriləndən daha az animasiya var. Misal olaraq necə deyək, falling. Təbii animation rate-i məsəl burada məsəl deyək ki 60 saniyədir. Məsəl burada edit end frame çoxdur deyə çox vaxt belə edir. Məsəl düşmə animasiyası
idle, mesela şey backpack idle, crouch front left misal olaraq. Bunlar hamısı ayrı-ayrı yazılır və istifadə olunur. Məsələn, sağa sola baxması gözlə. Bulk, ala qaçması, right, left, look məsələn. Beləncə, Hə, beləncə. hə. Forex dərsi bu qədər. Çalışın, bax hal-hazırda 3 dənə task var. Landscape qurma, landscape material boyama, yəni landscape materiala boyama. Bir də bu sonuncu dərs Forex ilə bir dənə landşaft qurma. Hə, bir də bir şey göstərim son olaraq. Misal olaraq sizə məsəl referans olsun deyə sizə bu proyektə atım. Proyektə baxın, heç bir problem yoxdur. Bir saniyə. Hansı proqram? Şeydir, yadınızdadır sizə git qurmuşduq. Hə, hə. Ha, onda sizə mən düzəltdiklərimi göndərim. Siz baxın. Bəyəndiyiniz nöqtələr, məqamlar varsa, məsələn, soruşa bilərsiniz və ya məsələn bunu necə qurdunuz, bunu necə elədiniz? Onlar haqqında word partition'da bir dəqiqə. Bu getdi 5-ci task. Bir saniyə. Biraz gec açılır. Aktorlarla qurdu. Modeling dərsi. Okay. Hə, buranı. Yo, bu saniyə bu değildi bir dəqiqə. Yok. Ulan soft yedik. Data sistemlik demin. Ah, yok. Büyük ihtimal bu değildi. Bu üçüncü olmalıydı. Çünkü proyektler çoktu məndə. Hamısı birbirine karşı. Yok. Biz su hissəni də paint edirik, yoxsa o ayrıca Bu simülyasiya kimi listəsi olur? əsasən plugindən alınır. Water plugin var. Hə, Bayağı vəsə. mesela Ocean, ne deyirlər, Lake vesaire vesaire kiçik gölməçə deyək, və yaxud kiçik bir məsəl deyirlər qollu belə gölməçələr falan eləmək olur ondan. Polis funksiyası inşallah onda digər dərslərdə sizə. İnşallah. Yəni bunu komut edək. Komutda nə qədər? Trialda level'dan dəqiqə. Ha, təəssüf ki. O datası qalmayıb böyük ihtimal məndə. Eybi yox. Eybi yox. Mesela bir tane məndə level vardı. Orada hər şeyi, daşları, necə deyirlər, ağacları, zaten hər şeyi polislə eləmişdim. Sadəcə bir dənə aktor, yəni bir dənə aktor olaraq polis datası vardı, landscape datası vardı, bir də sky vardı. Başqa heç bir şey yox idi, bayaq göstərdiyim level kimi. Amma orada bayağı detaylı eləşmişdim. Bilirsiniz necə? Daşı qoymuşdum. Daşı modeling tool'larına, mesela move tool'larından, rotate'dən falan filan, mesela dağ kimi yer düzəltmişdim. İndi onu inşallah digər dərsdə şey eləyərəm, digər GitHub hesabından Tamam. çəkib göstərirəm. Beləncə hal-hazırda Forex dərsi bitdi. İndi sizə taskım hal-hazırda budur. 3 dənə task var. Deadline'ınız, yəni fərq yoxdur. Nə vaxt boş olsa düzəldərsiniz, heç bir problem yoxdur. Amma çalışın taskları eləyin ki, yadınızdan çıxmasın. Yo, Yəni yo, 100%. bir var dərs keçdikdən sonra onu praktik eləyəsiniz. Bir var bir vaxt keçdikdən sonra praktik eləyəsiniz. Məndə ümumiyyətlə çox vaxt vaxtım şeydə olur, işdə olur da. İşdə də məndə indi problem nədir? Biz IT ilə biraz dalaşırıq həmişə. IT-ni gəlib çağırmalıyam, Unreal yükləməliyik, nə bilim, nə. Ona görə qalmışam. İndi sabahlar IT-ni şey eləyəcəm, bitirəcəm ki, gəlsin şey proqramı yazsın, mən işimi görüm də. Yəni problem Bir dəqiqə, genəldə IT. niyə özünüz yazmırsınız ki? Yaza bilərəm. Bizdə şeydə axı İcazə ilə, şey, hə, proqramları qurulması, hə? proqramları biz əgər yükləyiriksə, bizdən şey istəyir, kod istəyir. O kodda ancaq IT gəlib yazır. Hayday. Çox saçma bir temadır da həqiqətən. Yəni tipa guya mən oradan istədiyim faylı. Yəni istədiyim faylı əslində rahatlıqla çıxarda bilirəm. Yəni mən oradan fayl çıxartma problem deyil.
proqram olaraq heç nə yaza bilmirəm ora. Oje məcburam ki, adicə məsələn After Effects-lə işləyirəm. After Effects görürsüz məsələn hansısa bir səhnədə burada mənə hansısa bir plugin lazımdır və yaxud da 3D Max-da. O plugini da mən məcburam oturum gözləyim, bunlar gəlsin, okey yaz. Özü o plugini də orada yaza bilmirəm mən. Ümumiyyətlə orada bütün saytlara demək olar crash qoyublar. Mənim orada istifadə etdiyim saytlar siyahı vermişəm, ancaq onlardan istifadə edə bilirəm. Ümumiyyətlə mən Gmail-ə belə girəmirəm orada. Ona görə indi proqramı gərək genəldə çox pluginləri evdən yükləyirəm, gətirirəm onlara verirəm ki, bəs qardaş mən bunu yükləməliyəm, mən iş görəcəm, təhvil verməliyəm, qalmışam belə. Bizdə elə bir problem var. İndi sabaha Speed Reverb bunu böyük ehtimal sizə video halında göstərəcəm. Əgər digər dərsi görüm çatdıra bilsəm, digər dərsdə boş vaxt tapan kimi bunu öyrənim. Mən bir dənə qəşəng istəyirəm səhnə yığım. Beynimdə bir səhnə var, maraqlı da. Elə Unreal-da şeylə foliage istifadə etməklə, dağları zada yaratmaqla, sculpting etməklə istəyirəm də qəşəng səhnə yığım ki, tam özüm də həm öyrənim, həm də edim. Yəni sən də başa düşərsən ki, boşa hədər getməsin öyrətdiyim. Yox, heç bir problem yoxdur. Yəni təsdiqləyirəm. Lap QXL-dən də istifadə edə bilərsiniz. QXL bilirsiniz? Deyəsən ilk başlarda demişdim. Bridge, belə təxmini bilirəm nə işə yarayır. Texturingdir, sonra orada nə bilim detallar nəsə əlavə etmək olur. Deməli biz onu fabdan yükləyirik. Yox, QXL Bridge ayrıdır. Əvvəl birləşik idi. Belə deyim, əvvəl fab yox idi, QXL Bridge var idi. İndi bunları ayırdılar. Təəssüf ki, insanlar çox şikayət elədi deyə ayırdı Nəyə görə şikayət edirsən? Siz necə? Hər səfərində QXL Bridge bilirsən nədir? İnsanlar bildiyiniz lidar sensor var. Lidar sensordan gedib meşləri taradır. Məsələn, gözəl bir meş var. Onu taradıb oyun motorunun içinə atır. Amma optimizasiyonlu şəkildədir, yoxsa bəzi Ninite-dan evet. Amma şeylə, LOD ilə Level of Distance-la aralarındakı fərq nədir? Ninite əsasən triangle meşlər üçün istifadə olunur. Çox daha yüksək poliqonlu, misal olaraq 50 min, 100 minlik poliqonlar üçün istifadə olunur. Optimizasiya edilir. Buradan məsələn mən tutaq ki bir detal var. Junkyard Wall yazılıb. Məsələn aşağıda. Junkyard Wall. Pulludur, pulsuzdur? Hə. Burada məsələn detallar əlavə etmək istəyirəm də mən, düzdürmü? Bunlar oyuna yararlıdır yoxsa yox? Bu bildiyim qədərilə Ninite-dan yararlıdır. İstifadə edilir Ninite-dan LOD-dan. Harda yazılıb? Ninite harda yazılıb? Bu meşlər, yəni QXL-in full meşləri hamısı Ninite üçün. Bunu inşallah modeling dərsində daha detallı keçərəm. Çünki bu bayağı detallıdır. Yəni QXL bayağı detallıdır. Burada istəmədiyiniz model var. Təbii ki, bəziləri pulludur, bəziləri pulsuzdur. QXL bir ara faba giriş eləyənlərə pulsuz bir şəkildə verdi bunu. İndi bilmirəm, sizə çəkə bilsə pulsuz bir şəkildə çəkərik. Çəkə bilməsə heç bir problem yoxdur. Bunun crack versiyası var. Ümumiyyətlə crack olaraq yükləmək olar. Amma söhbəti var da, gələcəkdə çıxardanda istifadə edilir. İstifadə eləyəndə məsələn sizə deyə bilər ki, sizdə şey yoxdur, lisenziya yoxdur, amma siz bunu istifadə edirsiniz kimi problemlər ola bilər. Hal-hazırda belə. Bizdə ümumiyyətlə başlamışıq əslində, səhnələr yığılır. İndi hal-hazırda əsas xarakteri yığırıq. Okay, gözəl. Edirik. Posta həmin xarakteri yığan oğlan o bayaq dediyim oğlandır. O inşallah Çinə gedir, hara gedir, gedib gəlməlidir. Gedib gələndən sonra bitirəcək xarakteri. İnşallah Allahın izni ilə. Onda o şey eləyəcəm. Elə o xarakterin üstündə animasiyalarımız var. Bizim xarakter animasiya dərsi çox qabaqdadır. Yəni yoxsa necə? Saniyə baxım, sinopsa baxım. Bildiyim qədərilə biraz irəlidə idi. Deyəsən, ikinci aydaydı. Okey, problem deyil, yəni şey deyərik. Bir saniyə, bu printerdən dəyişəm. Bunların yerləri dəyişəcəkdi. Ayıb yox, sadə səhnə, UI Max dinamik dəyişikliklər 24-cü dərsdir.
Anime Blueprint'tir. Anim Blueprint, Anim Montage elə buradır, bu dərsdir. Ha. Dediyiniz dərs budur. Xarakterlərə animasiya tətbiqi fikir verin. Aha. Tamam, budur. Sorry. Bu. Mən özüm də ümumiyyətlə edirəm, boş vaxt olanda işdə YouTube-da seriala baxıram, prosta Tamam, tutoriallara baxıram. yaşayırsınız. Hə, ümumi də elə bir ki, 25-ci, məsələn, 26-cı dərsdə, ikinci ayın hardasa sonlarına yaxın hə, animasiya dərslərini keçəcəyik. Amma bunu biraz ortalara çəkə bilərəm, 15-in zadına çəkə bilərəm. Çünki misal olaraq hal-hazırda hə, bundan sonraki dərsimiz işıqlandırma dərsidir. Bu cədvəldə biraz dəyişiklik eləmişəm. Çünki necə deyim, elə getməliyəm ki, siz rahat bir şəkildə mən sizə landşafı qurduq, layeri qurduq, layerdən materialı qurduq, materialdan folici qurduq. Folicdən sonra nə gəlir? İşıqlandırma. İşıqlandırmadan sonra nə gəlir? Məsələn modeling panelinə keçəcəyik. aynen. Modelingdən sonra personaj əlavə eləmə, personaj animasiya falan filan. Belə bir şey. Sən ümumiyyətlə necə uyğun görsənsə elə də olsun yəni. Sən daha yaxşı bilsən də hansıdan sonra hansı gəlsə baş Okey. qarşılığı olmaz. Tamam. Hal-hazırda biraz baş qarşılıq eləyən idi, landscape-də idi biraz baş qarşılıq eləyən. İndi görək inşallah nə olur, başımıza nə gəlir. İnşallah yaxşı olar. Bu arada, ya Unreal-ın içində, ya siz oyununuzu, öz proyektinizi nə dəyişikliklər eləsəz, mənə bildirin, lap istəyirsiniz şeylərdə, dərslərdə göstərərsiniz. Məsələn, nə şeylər, əkslər var. Deyərəm ki, məsələn, bunu belə eləyin. İnkişaf elətdirək oyunu. Heç bir problem Evet, təbii ki. Gələcəkdə zaten şeydir, bizim də problemimiz olsa səninlə əlaqə saxlayacağıq. Lap dərsimiz bitsə də inşallah köməklik göstərərsən. Belə deyim, Azərbaycanda oyun sənayesi hal-hazırda çox inkişaf eləyir. Yəni yavaş-yavaş inkişaf eləməyə başlayır da. Belə deyim, Azərbaycanda hardasa oyun sənayesi 2020-21-ə keçiddə yavaş-yavaş inkişaf eləmişdi. Bir saniyə. Gəl, heç bir problem yoxdur. Bizdə ümumiyyətlə şeydir, o sahə tam olaraq əslində inkişaf eləməyib, belə inkişafında çox var. Məsələn, mən şeylərə baxıram, YouTube-da baxıram ki, bəzi oyun düzəldənlər var ki, sırf tək özü düzəldib də, amma çox güclü satış əldə edir. Yox, xaricilərdən. Çox da Azərbaycanda xarici olur. Türkiyədə inkişaf eləyib, yəni bizə nisbətən bayağı inkişaf eləyib. Hal-hazırda misal Türkiyə, bu yaxında şeydə Türkiyədə Gamescom keçiriləcək. Sorry bir saniyə. Türkiyədə Gamescom keçiriləcək və bizi ora dəvət ediblər. Yəni Azərbaycanda oyun sənayesinin inkişaf edən insanları ora dəvət ediblər. Türkiyədə daha inkişaf eləyib. Təəssüf ki, bu Azərbaycanda inkişafı daha azdır, amma inşallah yəni bir neçə ilə yəni inkişaf görəcək. Bunun da səbəbi bilirsiniz nədir? Əvvəllər misal universitetlərə oyun sənayesi ilə əlaqəli heç bir şey gəlmirdisə, indi misal olaraq kolleclərdə hal-hazırda tətbiq olunur. Oyun sənayesi ilə bağlı bildiyin bizdə hansı kollecdə oyun sənayesinə bağlı nəsə bir dərs keçilir? Dəqiq bilmirəm. Hal-hazırda Mən özüm Rəssamlıq Akademiyasında oxumuşam. Bizdə dizayn dərsində, dizaynda yəni heç bir proqramdan dərs keçirməmişdi yəni bizə. Yox, təəssüf ki, bizim dövrümüzə düşməyib. Mənim də dövrümə düşməyib təəssüf ki, hal-hazırda belə deyim də, təzə qəbul olanlar bu ildən tətbiq olunur. Universitetin adı, yəni kollecin adı yadımdan çıxdı. Əcaib bir adı vardı. Gənc və öyrənib şeyləyəm, dəqiqləşdirərəm. Ya əlavə gətirmələri çox gözəldir, amma yəni təəssüf ki, belə deyim də, Azərbaycanda belə bir şey olacaq. Ailə deyəcək ki, neysə, nə oyun sənayesi, get şey yaz, münasibətlərə yaz, başqa şey yaz. 100% elə bir şey olacaq. Amma yavaş-yavaş da yəni. İnşallah görək də. Sonra hal-hazırda belə deyim, Azərbaycanda oyun düzəldən fərqli komandalar var. Əsasən startup gözü ilə baxırlar. Azdimension tanıyıram bir. Bir dənə də var, səhv eləmirəmsə adı nə idi? Azdimension, Polydream, Dart Games. Silahla oyun düzəldən hansı idi? Bu yaxında gördüm, trailer kimi paylaşmışlar. White Desert. Desert. Bilmirəm. Ekranımı görsün. Ha, görürəm. Heydər abi. Gəlsən, bir saniyə. Heydər abi. Şeydim. Bir saniyə. Okey, gedirsən danışarıq. Yox, mən getmirəm. Bir şey dostum vardı, o gedirdi. Bir saniyə.
Bax, Azərbaycanda oyun sənayesini inkişaf elətdirən bir studiyalardan biri Polyprimdir. Siz dediyiniz oyun White Desert böyük ehtimal bu oyun. Aha, Aha, White Desert çox gözəl oyunlardan biridir və hal-hazırda o studiyada işləyən biri ilə dərs keçirsiniz. Yeni qəbul olmuşam bu arada. Ya Polyprimə yeni qəbul olmuşam. xeyirli olsun. Yəni düzəltdikləri oyunu həqiqətən çox gözəldir. Bir də bunlar da komandadır. Ya Azərbaycan innovasiya və rəqəmsal inkişafa yetdiyində Komanda olar şeydə İnnalatda işləyiblər yoxsa Aha, necə? İnnolandda, innovasiya rəqəmsal inkişafa yetdiyində işləyirlər. Hə. Digər studiya böyük ehtimal bilirsiniz. Azərbaycanda 1 milyon barajın keçmiş studiyalardan biridir. Bir saniyə onu göstərə bilsəm. Adamlar hal-hazırda şeydir, publisher olaraq işləyirlər. Dart Games adında bir studiodur. Loqotip tanış gəlirəm. Yəni founderlardan biri Rəşad abidir, bir də Novruz abidir. Yəni çox gözəl, yəni çox münasib adamlardan biri həqiqətən. Yəni bayağı da inkişaf edirlər də, bayağı əlləşdilər ki, Azərbaycanda oyun sənayesi inkişaf eləsin. Sonra hə bir də siz dediyiniz Daz Dimension var. Az Dimension var. Prosta Az Dimension belə də əsasən Az Dimension mobil oyunlara baxır. Mobil sənayesinə çox Az Dimension başladı ya, şeyə daxil oldular bu nədir PC o? bazarına daxil oldular. Prosta çox inkişaf eləmədən mobilə keçdilər. Yaxşı, heç yaxşı deyildi oyunları. Bu şey söhbəti var idi. Nə idi o? Bakının içində div təpəgöz biri qoyulsa. Haqlısınız. Laf nə bilim nə idi belə bir şey. Və indi studiyalardan belə deyim, hal-hazırda fərqli studiyalar var. Misal Hersai, Dark Knight Studio, Legion Studio və digər studiyalar. Misal olaraq. Hər şeyində bizim də inşallah studiyamız olacaq. O partladarıq biz də. Siz studiyanı qurun, belə deyim, sizə bir yer təklif eləyəcəm. İndi siz işləyirsiniz, bilmirəm nə qədər gedib gəlməyə münasib olar. GamePost adında bir yer var. Və onlar inkubasiyalar keçirdilər çox vaxt. Oyun sənayesinin inkişafı üçün sizə avadanlıq dəstəyi verirlər və siz orada rahat bir şəkildə gəlib oturub işləyə bilirsiniz. Həm kitabxana, həm avadanlıq dəstəyi. Avadanlıq nə avadanlıq? Belə deyim, 4080-li PC, 2K monitor və qrafik planşet verirlər çox vaxt şeylərə istifadə etsinlər. Mənə lazım olan mockup-dır məsələn, onu verə bilirlər mənə. Mockup, motion capture hal-hazırda bildiyim qədərilə ya onun üstündə əlləşirlər. Motion capture gətirməyə Azərbaycanda. Onu mən gətirmişəm əslində bir dəfə. Prosta onu şirkətdə qoydum da, şirkətin malı idi. Hətta çıxanda istəyirdim alım onlardan $4000. Prosta o dedi ki, hə? Paltarı deyirsiniz də? Hə, paltardır. Mən ondan istifadə də eləmişəm. Bir hətta çoxdandan bir harsı danışıram, bir 6-7 ilin söhbətidir. O mockup-ı mən gətirdim. Onunla bir animasiya düzəltdim. Həmin animasiyanı nədən tapıram? Mən görüm. Dəqiqə, mənim ekranım görünür. Yox, lazımdır. Siz ekranınızı oxumunuz. Allah bilsin bir dəqiqə. Bir saniyə sizə baxın. Okay, görün. Bu səhifədə paylaşılmışdı çoxdandan. Dəqiqə Reels. Özüm paylaşmamışam onu. Olan animasiyalar zaten mən Belə deyim, əgər şeydim, GamePost-la danışsam, bir əlaqə kimi bir şey qurmaq olar. Çünki belə deyim, GamePost motion capture gətirməyi planlayırdı bu yaxınlarda. Bunun üçün də araşdırmalar edirdi. Yəni gətirən varmı və ya xaricdən sifariş bir şey. Posta gedərəm, çoxdan gətirəm. O mockup görüm tapsam, o mockup'un özünü bəlkə ala bilər. Ümumiyyətlə istifadə eləmir. Ümumiyyətlə İnnalatda işləmişəm əvvəl. Bir dəqiqə həmin animasiyanı göstərim sənə. Hansı Innoland? Hardakı Innoland? Şeydə, Eqovdakı. İndi Rabitə Nazirinin tərkibində.
Səsi çox gedir. Gəlir səsim indi. Aha, gəldi, gəldi. Kimində idi? O Asan xidmətin tərkibində idi. Onda Ülvi müəllim idi. Hə, deyilsə tapdım videonu. Okay. Bunlar hamısı motion capture-dan hazırlanma. Aa. Ha, bu arada bu şey değil. Motion Capture'ın hansı versiyasıdır? Bunun bir paltarı var. Bu normalde bu şeylerdi. Tracker'lardı. Tracker'lı versiyasıdır. Ya Hə, bir növ elədir. əlcəkləri, qolluqları, yəni şeydir. 124'lük bon sisteminə əsasən əllər, şeylər, dizlər, Barmaqlara çiyin, taxılırdı. Aha, pelvis. Çiyin, dizlər, ayaq. shoulder, pelvis, Hə. leg, hand, bir də şey head olmalıydı bildiğim Ay, qədərilə. Əslində hə, head də var, hə, başında da var. Əslində Aha, mənə bir də kifayət göz. edirdi. Yəni bütün animasiyanı ala bilirdim rahatlıqla. Tamam, tamam. Yani çok güzel bir şeydi. Yani bunun paltarı var. İnşallah Allah'ın icazəsilə. Yani imkan olsa bundan sipariş verəcəyik. Görək necə olur. Hə, indi Nəysə. yəqin daha Belə. şeydir. O dövrdə elə güclü deyil. Artıq mən çox bəyənmirdim. Prosta Yox, almışdım. yenə də Bazı yaxşıdır. almışdım. Yəni o dövrə görə 6 ilin texnologiyasına görə yaxşıdır. İndiki texnologiyalarda daha da Ha. detaylıdır, amma belə yaxşıdır həqiqətən. Baba məsələn bu animasiyalar idealdır əslində. Gözə bir qapını. Baba pis deyil yəni. Çox sorry. Ofis bağlanacaq birazdan. Hə, Mən pis çıxmalıyam. üzrlü say, üzrlü Yo yo say. heç bir problem yoxdur. Əslində şey tamam. Bu videonu yükləyəcəm YouTube-a. Şeydə oradan baxa Tamam. bilərsiniz rahat bir şəkildə. İndi bir saniyə video İnşallah. qeydini